Süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Qadın Həkimləri Assosiasiyasının sədri, Azərbaycan və Avropa Radioloqlar Cəmiyyətinin, European Society of Surgical Oncology və Azərbaycan Süd vəzi xəstəlikləri mütəxəssisləri Assosiasiyasının, həmçinin Azərbaycan Türkiyə Ginekoloqlar Cəmiyyətinin üzvü Günay Əhmədova. Doktor Günay Əhmədovanın təhsili, iştirak etdiyi təkmilləşdirmə kursları. Əhmədova Günay Azadxan qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. O 1999-cu ildə kimya-biologiya təmayüllü liseyi fərqlənmə attestatı ilə bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə yüksək balla qəbul olmuş və bununla əlaqədar ümummilli lider Heydər Əliyevin qəbulunda olub. 2005-2006-cı illərdə ümumi cərrahiyyə üzrə subordinatura, 2006-2008-ci illərdə onkologiya üzrə internatura kursu keçmiş, ardınca aspiranturada təhsilini davam etdirib. 2013-cü ildə sümük şişlərində angiogenezlə metabolizmin biokimyəvi markerləri arasında əlaqənin öyrənilməsi mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 5 fevral 2014-cü il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Sonradan Moskva və Sankt-Peterburqun aparıcı elmi mərkəzlərində onkoplastik və rekonstruktiv süd vəzisi cərrahiyyəsi üzrə diplomdan sonraki təhsilə yiyələnmişdir. Dünyanın müxtəlif ölkələrində süd vəzisinin onkoloji xəstəliklərinin müayinə və müalicəsinə, həmçinin onkoplastik cərrahiyyəyə həsr edilmiş bir çox elmi praktik konferans və seminarlarda, master klasslarda iştirak etmişdir. 2021-2022-ci illərdə İstanbulda süd vəzi xərçəngində orqan qoruyucu cərrahiyyə kursunu keçmişdir. 2022-ci ildə İstanbul Onkoloji Xəstəxanasının nəzdindəki radiologika mərkəzində süd vəzinin ultrasəs müayinəsi, mamografiya və maqnit rezonans tomografiyası kursunu keçmiş, süni intellekt aparatları vasitəsilə xəstəliyə diaqnoz qoyma metodlarına yiyələnmişdir. Hal-hazırda Türkiyənin aparıcı xəstəxanaları ilə əməkdaşlıq etməklə yanaşı, aktual elmi araşdırmalar aparır. Müxtəlif dövrlərdə Moskva, Ankara və Sankt-Peterburq şəhərlərində onkoplastik və rekonstruktiv süd vəzisi cərrahiyyəsi üzrə diplomdan sonraki təhsil almışdır. Pavlov First Peterburg State Medical University Breast Center'da onkoplastik və rekonstruktiv cərrahiyyə üzrə təhsil almışdır. Həmçinin İstanbul Onkoloji Xəstəxanası onkoplastika üzrə İstanbulda radiologika görüntüləmə mərkəzində süd vəzisinin ultrasəs müayinəsi, mamografiya və MRT üzrə təkmilləşdirmə kursu keçmişdir. Sonradan İstanbulda Acıbadəm, Maslak və Acıbadəm Altunizadə xəstəxanalarında Türkiyənin əsas estetik və rekonstruktiv cərrahları ilə estetik əməliyyata qatılmışdır. Azərbaycanda və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilmiş 40-dan çox elmi məqalə və tezisin müəllifidir. Doktor Günay Əhmədovanın üzvü olduğu tibbi assosiasiyalar, Avropa Onkoloqlar Cəmiyyətinin və Azərbaycan Tibb Universitetinin Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən elmi komissiyanın üzvüdür. Sinologic International Society, European Society of Surgical Oncology, China Anti-Cancer Association tərəfindən yaradılan World Association for Integrative Oncology təşkilatının üzvüdür. Azərbaycan Süd vəzi xəstəlikləri mütəxəssisləri Assosiasiyasının həqiqi üzvüdür. Azərbaycan və Avropa Radioloqlar Cəmiyyətinin, Azərbaycan Türkiyə Ginekoloqlar Cəmiyyətinin üzvüdür. Eyni zamanda Azərbaycan Qadın Həkimləri Assosiasiyasının sədridir. Hal-hazırda genetik süd vəzi xərçəngi mövzusunda doktorluq dissertasiyası üzrə çalışır və Azərbaycanda onkoloji xəstəliklər üzrə populyasiya, spesifik genetik mutasiya spektrinin identifikasiyası mövzusu üzrə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əsas qrant müsabiqəsi 2023 layihəsində qalib olmuşdur. Qeyd etdiyimiz kimi peşəkar fəaliyyəti dövründə doktor Günay Əhmədova vaxtaşırı Azərbaycanda və xaricdə keçirilən tibbi konferanslarda, təkmilləşdirmə kurslarında və təlimlərdə fəal iştirak edir. Onun iştirak
iştirak etdiyi konferanslar haqqında bunları qeyd etmək yerinə düşər. Pavlov First Peterburg State Medical University Breast Center 8-19 noyabr 2021-ci il Sankt-Peterburg 26-28 mart 2021-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Moskva süd vəzi toplantısı, süd vəzlərinin estetik və rekonstruktiv cərrahiyyəsi mövzusunda 6-cı beynəlxalq konqresdə iştirak edib. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Sağlam qadın xoşbəxt gələcəkdir. Heç bir xanım süd vəzisini itirməsin adlı toplantısı 2-ci beynəlxalq Bakı süd vəzi xərçəngi konqresi. Azərbaycan Tibb Universitetinin təbabətin aktual problemləri üzrə beynəlxalq elmi praktik konqresi 3 may 2023-cü il. 5-7 may 2023-cü ildə Türkiyədə Kapadokiyada keçirilən Ulusal Məmə Cərrahiyyəsi Konqresi, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun və Avropa Asiya Mama Ginekoloqlar Dərnəyinin 2-ci Elmi Praktik Regional Konfransı 23-25 iyun 2023-cü il Quba. 5-8 oktyabr 2023-cü il tarixində Moskvada keçirilən onkoplastika, süd vəzi cərrahiyyəsinə multidisiplinar yanaşma mövzusunda Qara Dəniz ətrafı ölkələrin birgə konferansında iştirak etmişdir. 13-16 dekabr 2023-cü ildə İtaliyanın Milan şəhərində onkoplastik breast mitingdə iştirak etmişdir. 13-14 yanvar 2024-cü ildə İstanbulda Məmə kanserində yeni yaklaşımlar konferansında iştirak etmiştir. 25 may 2024-cü ildə Referans Genetika Günləri tədbirində moderator olmuşdur. Azərbaycanın Qax rayonunda 30 iyun 2024-cü ildə Mamalıq və Ginekologiyada mübahisəli məsələlər adlı konferansda iştirak etmiştir. Doktor Günay Əhmədovanın əmək fəaliyyəti. O 2005-2006-cı illərdə Abbasov adına Bakı şəhər onkoloji dispanserində həkim interna kimi fəaliyyət göstərib. Günay Əhmədova 2012-ci ildən hazırki dövrədək Azərbaycan Tibb Universitetinin onkoloji klinikasında cərrah, onkoloq, mamoloq. Hal-hazırda doktor Günay Əhmədova Azərbaycan Tibb Universitetinin onkoloji klinikasında və eləcə də Referans Estetik klinikasında süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrah kimi peşəkar fəaliyyətini davam elətdirir.